bu şiyələr dəlil gətirirlər ki, Fatiməni qəzəbləndirən məni qəzəbləndirir. Məni qəzəbləndirən isə kimi qəzəbləndirir? Allahı qəzəbləndirir. Bu əhl-i-sünnə mənbələrində olan hədis-i səhih, hədis-i səhih Müslimdə gəlir. Səhihul Buxari əhl-i sünnənin ən məşhur kitabı, ən səhih kitabı. Nəşriyyat Daru İbn Kəsir, Dəməşq, Beyrut. Səhifə 762, hədis 3093. Əslində hədisin əvvəli buradan başlayır, 3092-dən və nəql olunur Ayşədən. Ayşə deyir ki, Fatimə əleyhəssalam, və bunda qeyd edeyim ki, əleyhəssalam qeyd olunur. Radiyallahu ənha yox, əleyhəssalam. Qədimdən adət bu idi ki, əhl-i beytin adı çəkiləndə ona salam və salavat deyərdilər. Radiyallahu ənhu, radiyallahu ənha yox. Peyğəmbərin vəfatından sonra Əbu Bəkirin yanına gəlir mirasını tələb eləmək üçün. Və gəlir çatırır bura 3093-ə. Əbu Bəkir isə deyir ki, yox, Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm belə buyurub ki, biz Peyğəmbərlər miras qoymuruq və bizim tərk elədiklərimiz ancaq sədəqədir. Mövzumuz bu olmadığından məsələnin bu hissəsini geniş danışmırıq. Mövzumuz budur ki, xanım Fatimə-i Zəhra salamullahi aleyha Əbu Bəkirdən razı halda dünyadan gedib, ya narazı halda. Ayşə nə deyir? Əbu Bəkirin qızı Ayşə deyir ki, Fəğazibət Fatimə bintu Rasulillah sallallahu aleyhi və aleyh. Peyğəmbər qızı Fatimə qəzəbləndi. Sustu. Bunlar elə bilirlər ki, susmaq nədir? Qəzəbləndi bu. Sustu. Təslim oldu. Dedim, bildim və salam. Fəğazibət Fatimə bintu Rasulillah sallallahu aleyhi və aleyh. Peyğəmbər qızı Fatimə qəzəbləndi. Qəzəblənib eləməmişdi. Fəğazibət Fatimə bintu Rasulillah sallallahu aleyhi və aleyh. Peyğəmbər qızı Fatimə qəzəbləndi. Kimə qəzəbləndi? Əbu Bəkirə. Sonra nə deyir? Fəhəcərat Əbu Bəkirin və Əbu Bəkirdən küstü. Onu danışdırmadı. Əbu Bəkirə qarşı küslü qaldı. Sonra nə deyir? Fələm təzəl mühacirətəhu həttə tuvufiyyət. Və dünyasını dəyişənə qədər bu küskünlüyündə qaldı. Bu küskünlüyü o dünyasını dəyişənə qədər davam elədi. Və bu barədə nəql olunmuş digər bir hədisədə baxaq. Səhifə 1040, hədisin sıra nömrəsi 4240, 4241. Hədis uzun hədisdir. Yenə də nəql olunur Ayşədən. Ayşə deyir, Fatimə aleyhəssalam, Peyğəmbər qızı Fatimə salamullahi aleyha yanına gəldi, mirasını tələb elədi. Əbu Bəkir dedi, yox, Peyğəmbərlər özündən sonra miras qoymaz, onların tərk elədiyi ancaq sədəqədir. Ta gəlir bu hissəyə. Ayşə deyir ki, Əbu Bəkir imtina elədi Fatiməyə onun istədiyini verməyə. Fəvəcədət Fatimətu alə Əbi Bəkir fi zəlik. Fatimə bu məsələdə Əbu Bəkirə qəzəbləndi. Fəhəcərəthu, onu danışdırmadı. Və nə deyir sonra? Fələm tukəllimuhu həttə tuvufiyyət. Dünyasını dəyişənə qədər onu danışdırmadı. Xanım Fatimə salamullahi aleyha bu dünyadan köçənə qədər Əbu Bəkiri danışdırmadı. Əbu Bəkirə qəzəbləndi. Əbu Bəkirdən küstü və dünyasını dəyişənə qədər onu danışdırmadı. Fələm tukəllimuhu, onu danışdırmadı. Dünyasını dəyişənə qədər onu, Əbu Bəkiri danışdırmadı. Kim? Xanım Fatimə salamullahi aleyha. Belə bir halda nə cür iddia eləmək olar ki, xanım Zəhra salamullahi aleyha Əbu Bəkirdən razı olaraq gedib bu dünyadan. Ən səhih kitabınızda Ayşə nəql edir ki, xanım Zəhra salamullahi aleyha Əbu Bəkiri danışdırmadı. Və sonra nə deyir Ayşə? Fələmmə tuvufiyyət, dünyasını dəyişdikdə isə dəfənəhə zovcuha, onun əri onu dəfn elədi, yəni Ali. Nə vaxt? Leylən, gecə vaxtı dəfn elədi. وَلَمْ يُؤْذِمْ بِهَا أَبَا بَكْرٍ və bunu da Əbu Bəkirə bildirmədi. Və dövrün xəlifəsinə də Peyğəmbər qızının vəfatını, dünyasını dəyişdiyini bildirmədi. Özü namaz qıldı xanım Zəhra salamullahi aleyhaya və gecə ikən dəfn elədi. Əbu Bəkirə bildirmədi. Yəni Əbu Bəkirdən gizlin saxlanıldı xanım Zəhra salamullahi aleyhanın dəfni. İstənilmədi ki, Əbu Bəkir gəlib iştirak eləsin. Açıq-aşkar nəql olunur. Sizin ən mötəbər, ən səhih kitabınızda ki, xanım Zəhra salamullahi aleyha gizli dəfn edildi. Həzrət Əli aleyhissalam Əbu Bəkirə onun dəfnini bildirmədi. Bu adi bir məsələ deyil. Dövrün xəlifəsinə Peyğəmbər qızının dəfn mərasimi bildirilmir. İstənilmir ki, dövrün xəlifəsi iştirak eləsin orada. Buradan artıq çox suallar ortaya çıxır.
ki biz qısa danışırıq, bu məsələləri genişləndirmirik. İnsafın məntiqi düşüncəsi olan hər bir kəs bunu düşünə bilər. Ehtiyac yoxdur da geniş şərh eləməyə. Bəli, sizin ən mötəbər kitabınız deyir ki, Peyğəmbər qızı Fatimə salamullahi aleyha Əbu Bəkirdən razı halda bu dünyadan getməyibdir. Narazı halda gedibdir bu dünyadan. Əbu Bəkirə qəzəblənib. Ondan narazı olub. İndi isə özünüz deyin, xanım Zəhra salamullahi aleyhaya nisbətdə bu cür olmuş bir şəxs Peyğəmbərə nisbətdə necə bir şəxs olar? Həmçinin digər hədisdə, məşhur hədisdə Peyğəmbər sallallahu aleyhi və sələm buyurur ki, وَإِنَّمَا هِيَ بَدْعَةٌ مِنِّي Fatimə məndən bir parçadır. Yəni, mənim bir hissəmdir. Mənim bir hissəmdir. يُرِيبُنِي مَا أَرَابَهَا Onu narahat edən şeylər, ona pis olan şeylər məni də narahat edir. Mənə də pisdir. وَيُؤْذِينِي مَا أَذَاهَا Ona əziyyət verən şeylər, mənə də əziyyət verir. Şübhə yoxdur ki, Allahı və onun elçisini incidənləri Allah həm bu dünyada, həm də axirətdə lənətləmiş və onlara alçaldıcı bir əzab hazırlamışdır. Deməli, hər şey aydındır. Vəssalamu aleykum və rəhmətullah.